Bax, beləcə söz verdiyimiz, vəd etdiyimiz kimi bugün biz muğamın fəlsəfəsindən danışacağıq. O fəlsəfədən ki, insan doğulanda da, bu dünyadan köçəndə də, onun və mayası da, avazı da məhz muğamla yoğrulur. Muğamlarımız bizim ruhumuza hopub. Az sonra Şənbə müsahibimizlə bərabər bu fəlsəfəni birər-birər açmağa çalışacağıq. Bir professor, bir pedaqoq olaraq xalq artisti Can Əli Əkbərovun fikirləri, düşüncələri bizim üçün maraqlı olacaq. Hələliksə Şənbə müsahibimizə mənim öz sözüm, deyəcəklərim var. Müdrik yaşlarının ağayana çağında böyük hörmət sahibi olan muğam ustadları səslərinin avazı ilə hələ də zəngülə vurmağa qadir olduqlarının fərqindədirlər. Əslində biz dinləyicilər fərqindəyik. Ağa Cabbar Qaryağdıoğlu 75 yaşında Zil do üstə Hiratı oxuyanda, Seyid Uşinski elə son nəfəsini muğam avazında verəndə, xanəndə üçün Allah vergisi olan səs imkanlarının tükənməz olduğunu və əsli sənətkar üçün yaş anlamının heç bir fərqi olmadığını sübut etmişdilər. Muğam aləmində Azərbaycanın səs tarixi və səs yadigarları olan bu sənətkarlar muğamda şahə qalxan səs gözəlliyi ilə sənətin saflığına və müqəddəsliyinə sığınıblar. Canı qədər sevdiyi sənətinə bağlı olan xalq artisti Can Əli Əkbərov da 62 yaşında Məcnunu, 63 yaşında Şah İsmayılı oynayanda elə səsi və sənətinə etibar etmişdi və bu etibarda yanılmamışdı. Elə indi də yanılmır. Deyir ki, səs imkanlarım yerindədir və səhnədə səsin sərkərdə gücünü göstərmək iqtidarındayam. Səhnədə neçə-neçə Leylinin, Əslinin, Ərəb Zənginin, Şahsənəmin nazını çəkən xanəndə sənəti ilə daxili ehtiyacını bugün də ödəyir. Baxmayaraq ki, artıq opera və balet teatrın səhnəsində pərdələr üzünə çoxdan bağlanıb. Amma o, usanmadan bu yaşında belə muğamın incəliklərini öyrənir. Vaxtilə həkim olmaq istəyən, bu istəyini tibb texnikumunun məzunu kimi müalicə ocaqlarında gerçəkləşdirən Can Əli Əkbərov musiqinin şəfa iksirini ona tam arzı qalanlara daddırır. Ötən həftə 67 yaşını qeyd edən xanəndə hələ Məcnundan Füzun aşiqlik istedadı ilə həm səsinin imkanlarını arxalanır, həm öz daxili tələbatını ödəyir, həm də tamaşaçı tələbatını. Öz sənətinin Məcnunu olan ustad sənətkarı içindəki, ruhundakı Məcnunun qəmi, üsyanı, fəryadı ilə baş-başa qoyub birazdan görüşənərək deyirəm. Səniz zülfü pərişanın görüb nitqidən düşdüm ləbi ləlidir əfşanın görüb.
çəkdi. Çərxə çəkdi. Dud dil. Sərvi xuraman görüb. Sərvi xuraman görüb. Könlüm açılır zülfü perişanını görecek. Könlüm açılır zülfü perişanını görecek. Nitkim tutulur. Nitkim tutulur. Gönçeyi sendanını göreceğim. Baktıkça sana kan saçılır didelerinden. Baktıkça sana kan saçılır didelerimden. Bağrım delinir, bağrım delinir. Nalbəki müjganını görəcək, müjganını görəcək. Gözün halam kiyam, düşə bilməm, ayağına. Bizim tərik eşq xətərnakidir. Bəli, mən dönməzəm bu yoldan. Ölüm olsa gayetiye, ölüm olsa gayetiye. Sabahınız xeyir olsun. Mənə belə gəlir ki, hər kəs öz işinin sahibi olsa yaxşıdır. Buyurun, müqaval sizin. Xalq artisti Profesor Canəli Əkbərovu öncə bir doğum gününün mübarəkdarlığı ilə başlayaq söhbətimizə. Buyurun, bu bizim sizə gözəl bir çiçəyimiz. Çox sağ olun, çox sağ olun. Və biz sizə arzulayırıq ki, həmişə bu çiçək qədər gözəl səsiniz təravəti qalsın. Buyurun. Çox sağ olun, çox sağ olun. Və 6-dan sonra mütləqdir ki, 7 gəlsin Canəli müəllim. Bu qanundur. Ardıcıllıq üzrə gəlir sayda. Amma hər ikisinin birləşməsinə nə alınır? 67 rəqəmi. Bəli. Amma ömür yolunda heç də hər şey çox vaxt belə ardıcıllıqla, belə rəvan gəlmir. Bayramınız mübarək, doğum gününüz sizin bayramınızda, amma həm də bizim bayramımız. Arzulayıram ki, ömür yolunuz bundan sonra, 67-dən sonra da beləcə öz rəvanlığı ilə davam etsin. Bismillah xanım, icazə versəniz, mən də öz təşəkkürlərimi Azərbaycan televiziyasının bizə doğma olan, bizim mənəvi ocağımız olan, xalqın sevimli televiziyası olan bu televiziyaya öz hörmət və ehtiramı bildirəm. Sizin bu müqəddəs efir vasitəsilə xalqımızın üzə gələn müqəddəs bayramını təbrik edəyəm. Baharın nurundan aldığımız enerji bizə həyat, nətər deyərlər, bəxş edəsin. Xalqımızın qəlbən gülüşü, təravətli gülüşü onlara həmişə yar olsun. Məxsusən çox sevinirəm ki, sizlə müsahibəm bugün. Sizə böyük, belə deyək də, məhəbbətim, hörmətim, ehtiramım var. Sizin dil mədəniyyətinizə, sizin o, nətər deyərlər, naxışvarı cümlələrinizə mənim heyranlığım var.
Təşəkkür edirəm Mən bunu sizə, səmimi Canan. deyirəm sizə. Təşəkkür Tamam edirəm. bitəməndən bir söhbətdir. O ki, qaldı 67 yaşın bu çağında məni muğam sevərlərlə, milli musiqi sevərlərlə görüşdürürsünüz. Buna görə ancaq sizə və rəhbərliyinizə təşəkkür düşür. Biz də sizə təşəkkür edirik, gəldiniz və hər doğum gününüzü səhərlə açırsınız, hər doğum gününüzü bizimlə qeyd edirsiniz. Mən ötən ildə xatırladım, 66-nı da bərabər yaşadıq, 67-ni də inşallah bundan sonraki illərdə səhərin efirində bərabər xırdalayarıq. Amma o yaşdan bu yaşa nə dəyişdi Canəli müəllim? Esmira xanım, əvvələn Allahımdan çox razıyam ki, bu yaşları ardıcıl olaraq mənə nəsib edir. Mən bu yaşları yəni qəlb açıqlığı ilə, böyük sevinclə, böyük məhəbbətlə qarşılayıram. Bu illərin hərəsində bir rahiyyə var. Bu illərin hərəsində bir həyat çalarları var. Yəni, onlar ki, mənə nəsib olub, özümü daha da gümrah hiss edirəm. Həyat öz axarında gedir. Heç vaxt keçmişə qayıtmaq fikrində deyiləm. Ötən günlərlə yaşamırsınız. Ötən günləri xoş xatirələrdə yaşamaq lazımdır. Sadəcə xatirə çevrilir. Amma insan yerində bəli. Amma bugündən danışaq. Bugündən danışaq. Bəli. Amma yaş yaman kəlmədir xüsusilə də insan yaşlandıqca bu kəlmənin yamanlığının daha çox fərqindəsən. Mən bugün nahaqdan bu yaş məsələsini qabartmadım. Biraz əvvəl Leyli və Məcnundan fraqmenti izlədik. Məcnunu Canəli Əkbərov səhv etməmsə 62 yaşında. O zəngüləni vurdu. 62 yaşında o Məcnun harayını, fəlsəfəsini yaşatmağı bacardı. Amma bugün də xatirəsini qeyd etdiyimiz Xan Şuşinskinin bugün bilirsiniz xatirə günüdür. Bəli. Rəhmətli xan Ustadım. Bəli, sizin də ustadınızdır və ustadınız deyərdi ki, 30 yaşa qədər gərək öyrənəsən, 50 yaşa dək oxuyasan, 50-dən sonra yola verəsən. Bu hesabla mənə belə gəlir ki, Canəli Əkbərov artıq yola vermək istədi. Necə düşünürsünüz? Vallahi Xan əmi ilə bağlı çox uydurmalı fikirlər söyləyirlər. Bunu mən tam məsuliyyətimlə deyirəm. Xan əmi sənətimizə, muğam ifaçılığına müdürlük qatan bir sənətçimiz idi. Müdürlük. Yəni, əgər Cabbar Qaryağdı oğlu xanəndəlik sənətinin bayraqdarıdırsa, Seyid Şuşinski muğam tədrisinin bayraqdarıdır. Xan əmi isə muğam ifaçılığının bayraqdarıdır. Xanəndəlik sənətinin. Mən sizə tam məsuliyyətimlə deyim ki, Xan əminin ifa tərzi bugünkü nəsil üçün örnəkdir. Biz tədrisimizdə elə bir ifa modeli yoxdur ki, Xan əminin orada imzası olmasın. Bütün xanəndələrin ifasında Xan əminin ifaçılıq modeli duyulur. Amma bu qəlib deyil. Bu qəlib deyil. Bu sadəcə bu modeldən, xan modelindən istifadə etmək olar. Amma qəlib deyil. Yəni, məcbur deyil ki, bu model mütləq qaydada Təbii. Siz düz buyurursunuz. Amma nə qədər olmasa da yenə akademik ifa tərzi öz yerində qalmalıdır. İndi gəlin mətləbdən yayınlayaq. Buyur. 50-dən sonra yola verəsən gərək deyirlər. Yenə yapışmışsan ondan. 67 yaşınız var. Mən sevinirəm ki, yenə deyirəm, bu yaş mənə nəsib olub. Yaş çox gözəl yaşdır. Eşqim, məhəbbətim, həyata baxışım, insanlara rəğbətim öz yerindədir. Və mən nahaqdan yaş məsələsini qabartmadım. Hərgət deyirlər, yaşın fərqi yoxdur. Amma mənim üçün maraqlıydı ki, və tamaşaçılarıma da xitab etdim. Bugün interaktivin sualı belədir ki, əziz, hörmətli tamaşaçılarımız, siz də dinləyicisiniz, necə düşünürsünüz? Sənətdə yaş faktoru önəmlidirmi, rol oynayırmı? İnteraktivimiz bu andan aktivdir, sizin xidmətinizdədir. Siz necə düşünürsünüz? Sənətdə yaş faktoru önəmlidirmi, Canəli müəllim? Xeyr, bu mənim gəldiyim qənaətdir. Heç kəsi məcbur eləmərəm. Mənimlə həm fikir olsun. Amma bu sizin fərdi fikriniz, yanaşmaz. Bəli, mənim fərdi fikrimdir ki, sənətdə yaş məhdudiyyəti yoxdur. Özü də sənətkar yaşa dola-dola, məsələn, incə sənət aləmində, deyək ki, Möhlət Müslümov bugün bu yaşında tar çalır. Bəli, buradadır, studiyamızdadır, salamlayaq. Fəxrəddin müəllimi də xalq artistlərimiz müşahidə eləyəcək canlı ifadə. Bütün xanəndələrin sevimli tarizəri bugün fəaliyyətdə olan və xalq artistimiz Fəxrəddin Dadaşov kamança çalır. Mən Fəxrəddin Dadaşovun atası ilə də toya gelmişəm, sahib kişi ilə. Bu nəsil də
Azərbaycan milli musiqi mədəniyyətinə xidmət eləmiş nəsildir. Yəni, sözümün canı budur ki, mən razıyam. Bəxtiyar Vahabzadə bizim böyük şairimiz, bugün ağsaqqal şairimiz, bugün təsdiqlənmiş şairimiz. Kim deyə bilər ki, Bəxtiyar müəllim, sən dahi şeir yazma. O bir cərəyandır. Yox, haqlısınız, mən razıyam. Kim Səlimxan Yaqub'a deyə bilər ki, sən dahi şeiri yazma. Olmaz. O, ilahidən gələn vəhdir. Millətlə, xalqla şair arasında bu bir, nə tədiyələr, sərvətdir ki, bunu o cərəyan bunu... Bu vergidir də, Allah vergisidir və yeri gəlmişkən sözünüzə qüvvət. Bugün biz yenə də xatırlayacağıq Hacı Baba Hüseynovu. O da 70 yaşında filarmoniyanın səhnəsinə çıxıb, 70 yaşında peşəkar səhnəyə çıxıb və 70-dən sonra düzdür ömür vəfa etmədi, amma qısa müddət ərzində sözünü deyə bildi o səs imkanları. Mən, Esmirə xanım, mənim yadıma rəhmətli Hacı Baba Hüseynovun adını çəkəndə, Allah onu qəndi-qəndə rəhmət eləsin, kövrəldim nəyə görə? Buna görə ki, uzun illər onunla Abşeron toylarında yan-bayan oturmuşam. Bərabər. Bu bir. Amma qaldı ki, rəhmətlik Seyid Şinski 66 yaşında Filarmoniya səhnəsində onun canlı Humayun oxumağının şahidi olmuşam. Bu sənətçilər əgər o vaxt belə oxuyurdularsa, deməli bunların sənəti cavan nəsil üçün örnək idi. Örnək idi. Hər gün olmasa da ildə 2 dəfə belə sənətçilərin meydanda görünməsi böyüməkdə olan musiqi nəsli üçün örnəkdir. Yəni, mən biraz əvvəl nahaqdan Leyli Məcnun xatırlamadım. 62 yaşında Məcnunu oynadınız, 63 yaşında Şah İsmayılı, yanılmıramsa. Yox, 65 yaşında. 65 yaşında hətta, maşallah. Mən sizə can sağlıq arzularam. Əgər üzr istəyirəm, bir dəfə üzr istəyirəm. Buyurun. Sizdən yaşda böyüyəm, mənim ixtiyarım var. Buyurun, əstəğfurullah. Əgər 65 yaşında mən Müslüm Maqamayevin klavirinə əsasən o testuranı, Şah İsmayıl'da o qəhrəmanlıq rəmzidir. Orada notlar elə seçilib ki, muğamların parçaları elə seçilib ki, ancaq qəhrəmanları tərənnüm olunur. Yəni o səsin sərkərdə gücünü göstərmək vacibdir. Bəli. Deyək ki, sən Koroğlu'nun aryasını oxuyursan, onu xəstə səsinə oxuyanda deyərlər ki, Koroğlu xəstələnib, azarlayıb. O qəhrəmanlıq da axı. O cümlədən də Şah İsmayıl'ı oxumağın özü səsin tərkibində qəhrəmanlığın rəmzi görünməlidir. Səsin tərkibində. Deyirsən, sevdim səni mən ey nigar. İndi, sevdim səni mən ey nigarım. Səsin tərkibində qəhrəmanlığı verməyi bacarmalısan. Yəni, əgər 65 yaşında bayaqına qaydadan, mən Müslüm bəyin tələbini ödəyən klavirə əsasən Şah İsmayıl'ı oxumuşamsa, hələ mənə inam çox olmalı idi. Amma siz bugün opera və balet teatrının fəxri solistisiniz də, fəxarətli solistisiniz. Valla, mən o fəxrin içində bir şey görmürəm. Onu qoy teatrın rəhbəri Akif Məlikov cənabları özü düşünsün ki, o nə böyük bir qəbahata yol verdi. Konkret bir cümlə. Başa düşdüm mən sizi, amma mən istəyərdim ki, siz elə hər kəsə öz səs imkanlarınızı bu səhər bir daha canlı ifanızla sübut eləyəsiniz ki, sənətdə yaş faktoru bir o qədər də rol oynamır. Önəmli Əgər deyil. söhbət əsl sənətkardan gedirsə və biz interaktivə bu anda istəyərdim, siz buyurun səhərin meydanına. Bəli, buyurun, siz ora keçənə qədər, buyurun, estağfurullah. Deyəsən, bu qaval çox xoşunuza gəldi. Çox xoşuma gəldi və bu qavaldan da danışacağım, çünki mikrofonu zəhmət olmasa, çünki vaxtı ilə deyərdilər ki, mikrofonu çıxardım canım. Vaxtı ilə deyərdilər ki, bu qaval balıq dərisindən hazırlanırdı. Bu elə o köhnə kişilərlə bərabər getdi, amma çox təəssüflər olsun ki, bugün həmin dəridən hazırlanmış qaval yoxdur. İnteraktivə nəzər salaq, bu anda artıq indi bir daha aktivləşdi, bir daha vurğulayıram. Zəng eləyin və münasibətinizi bildirin və muğam üçlüyü gözəl bir səs imkanlarını Canəli Əkbərov göstərmək istəyəcək. Mənə də maraqlıdır, buyurun.
Sevgilim eşk olmasa varlık bütün efsanedir. Eşkiden mehrum olan insanlığa biganedir. Sevgidir, yalnız muhabbettir hayatın cevheri. Bir könül ki eşki zövgün duymasa gamxanedir. Mən əsir eşkiyəm, öz xəlqimin, öz yurdumun. Sevməyən öz xəlqini, öz yurdunu divanədir. Ay canım ay, ay, ay. Əsir eşkiyəm, öz xəlqimin, öz yurdumun. Sevməyən öz xəlqin, öz yurdunu divanədir. Ay canım aman ey. Ölkəmizdə göynələr var, başqa bir aləmdəyik. Bəs bu torpaq indi bir cennet değil, aya nedir? Vahidem ben sevgilim, menden xəyanət görməsən. Şairəyəm, eşkimdə öz qəlbim kimi mərdanədir. Aman aman, yarım aman, 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 aman. Eydan, cay, ray, aman hay. Evlerinin dalı mermer qalası, evlerinin dalı mermer qalası. Naz ile gelir ceylan balası.
sözlü. Teşekkür edirəm Canəli müəllim, buyurun. Allah vergisi olan səsinizə qüvvət və mən biz də xalq artistlərimizə sizin tarda müşahidə edən Möhlət Müslimova və kamanda Fəxrəddin Dadaşova təşəkkür edirəm. Hələ biz proqramımızın sonuna qədər sizinlə və tamaşaçılarımızla təbii ki, musiqili dialoqda olacağıq. Mən bir daha deyirəm səsinizə qüvvət və bir daha bununla sübut eləyə bildiniz. Çünki fakt bütün söhbətlərin, bütün hadisələrin yaraşığıdır. Amma bu məqamda yenə Xan Əmini yadıma salacağım. Çünki deyirlər ki, köhnə kişilər belə nəql ediblər ki, Xan Əmi tez-tez Şuşada İsa bulağının başında dincələr, istirahət edərmiş. Amma heç vaxt o bulağın suyundan içməzmiş ki, məndə xalqın əmanəti var, mən onu gərək qoruyum. Siz necə xalqın əmanətinə necə sahib durursunuz, necə onu qoruyursunuz, mühafizə edirsiniz? Bilirsiniz, mən xanəndə oğlu olduğum üçün yəqin ki, bu resepti mən də qorumuşam. Çox gözəl reseptdir. Resept təkcə soyuq su içməklə, isti çay içməklə bitmir. Resept, yəni xanəndənin, xalq nəğməkarının, el nəğməkarının məxsusi resepti var ki, o resept onun deməli, daxili məziyyətləri, daxili keyfiyyətlərini həmişə formada saxlayıb, onu çox uzaqlara aparır. O resept. Nədir o resept? O resept nədir? Onun cəmiyyətdə özünü idarə etməsi, ictimai mövqe qazanması, xalq məhəbbətinin qazanılması, onun mənəvi tərbiyəsi, onun ailədəki rolu, ailədəki intizamı, bütün bunlar hamısı yəni rejimli yatmağı, rejimli qidalanmağı. Bütün bunlar hamısı o reseptin tərkibindədir. Sağlam həyat tərzi keçirməsi insanın səsinə çox təsir göstərir. Çünki bizim üçün də səs vacibdir. Biz də səslə öncə işləyirik. Bəli, siz də səslə işləyirsiniz. O mənə də qorumalıyıq. Amma səsə qiymət qoyan tamaşaçı sərhəd tanımır və mənə indi rejissorumuz bildirdi ki, İrandan zəng eləyiblər. Hardan? İrandan. Və İranda da doğrudan da bizim musiqilərimizə, muğamlarımıza çox qiymət qoyan sənət xiridarları var. Və gəlin, çox gözlətməyə xəttə tamaşaçı nəzər alaq ki, uzaqdan zəng eləyib. Buyurun. Alo. Buyurun, sabahınız xeyir. Salam aleykum. Buyurun. Salam aleykum. Məni eşidirsiniz. Buyurun, biz sizi eşidirik. Salam ərz edirəm. Sabahınız xeyir olsun, buyurun. buyurun. Sizin də sabahınız xeyir olsun. Mən Zəfər Səlami Təbrizdən öz adıma və oğlum Taymaz və qızım Aynaz adına, bütün ailəmizin adına Hacı Canəli müəllimin ad günün və Novruz bayramı münasibətinə təbrik edirəm. Və ATV kanalının bütün kollektivinə ki, bu böyük sənətkara və müqamata sayğı göstərirlər, dərin təşəkkür və ehtiramımı bildirirəm. Və Azərbaycan xalqının Novruz bayramını təbrik edirəm. Sağ olun. İcazə buyursunuz, həyat yoldaşım da sizinlə istəyir danışsın. Buyurun. Görürsünüz? Esmirə xanım. Buyurun. Mən birinci növbədə sizi salamlayıram. Sabahınız xeyir xanım. Sabahınız xeyir olsun. Sizin o gözəl danışığınızdan mən həmişə zövq almışam. Təşəkkür Canəli müəllimi də bu bayram və yaş günü münasibətinə təbrik edirəm. Canəli müəllimə uzun ömür, can sağlığı, müvəffəqiyyət arzu edirəm. Mən onu deməliyəm ki, mən uşaq vaxtından onun səsi ilə böyümüşəm. O mənə həmişə dastanların, nağılların insanı olub. Onun səsini eşidəndə mən sanki ayaqlarım yerdən üzülüb. Mən onun səsini göylərdən gələn səs kimi həmişə hiss eləmişəm. Allahıma min dəfələr şükürlər edirəm ki, 2004-cü ildə Canəli müəllim Təbrizin konsertə gələndə onu yaxından görmək saadəti mənə nəsib oldu. Və o ildən bəri biz ailəvi dostluq qurmuşuq. Təşəkkür edirik sizə. Onu mən bir alim kimi, bir ziyalı kimi və bir böyük xanəndə kimi tanıdığımdan suvayı mən onda bir böyük kişilik görmüşəm. Ona Təbriz adına və öz ailəm adına öz hörmət və ehtiramımı bildirirəm. Təşəkkür edirik sizə. Sənətə qiymət qoyduğunuza görə, sənətkara qiymət qoyduğunuza görə. Mən də bütün Təbrizi, bütün soydaşlarımızı təbrik edirəm.
Təşəkkür bildirirəm. Bəli, biz də bayramınız mübarək olsun deyək. Çünki bütün müsəlman dünyası üçün, xüsusilə də İranda bu Novruz bayramı xüsusi qeyd olunur. Bütün oradakı soydaşlarımızın bayramı mübarək olsun deyim. Yeri gəlmişkən bu qavalı düzdür, mən çox bəyəndim. Hərgər siz bunu hədiyyə etməzsiniz, çünki bu sizin çörək ağacınızdır. Bəli. Amma bunun da tarixçəsi var idi. Canəli müəllim biraz əvvəl danışdı ki, bunu da ona Təbrizdə hədiyyə eləyiblər. Bəli, Hüseyn Azəri. Muğama sənətə qiymət qoyan insanlar, əhsən belə insanlara, yəni doğrudan da fərq etmir. Sənətə qiymət qoyan insanlar üçün sərhəd anlayışı yoxdur. Hətta müəyyən məqamlarda dil, din fərqi də yoxdur. Söhbət əsl sənətkara verilən qiymətdən gedir. Hacı, siz hacısınız, nahaqdan sizə belə müraciət etmədim. Ruhaniliklə musiqinin fərqi elə dərvişlə xanəndəliyin fərqindədirmi? Bilirsiniz, mən dərvişlərin oxumaqlarının şahidi çox olmuşam. Lənkəranda bir böyük bazar deyilən məkan var. Onun da üzbözündə bir qabaq belə adlanır, İsti Su restoranı. Onun qabağında dərvişlər bizdə Cəlləbada olardılar. Cəlləbadan gəlmiş dərvişlər təbaşı ilə iki böyük dairə çəkərdilər. Musiqiçilərin hamısı da o restoranın qabağına, yəni yay aylarında ora toplaşardılar. Bu iki dairədə dərvişin biri o dairəyə, biri bu dairəyə giyərdi, əllərində qutazlı əsa. Onlar imamlarımızın şəninə yazılmış qəsidələri oxuyardılar. Onlar cuşa gələrdilər, sonra yerlərini dəyişərdilər. İndiki bizim bugün eşitdiyimiz dərvişxanlıqlardan çox fərqli dərvişlər idilər. Yəni, o dərvişxanlığı mən eşitdiyim üçün bunu danışıram. İndiki dərvişlər ilə bizim oxuduğumuz muğamları oxuyurlar. Allah canlarına dəyməsin, dostlarımızdır. Çox gözəl də alınır. Amma o dərviş oxumağı ilə bu dərviş oxumağında çox böyük fərqli xüsusiyyətlər var. Aydındır. Və keçək sizin muğamın qara sevdalı aşiqlərindən danışacağıq. Mən biraz əvvəl dedim, səhnədə çox leyillərin nazını çəkmişsiniz, çox əslərin, çox ərəb zəngilərin nazını çəkmişsiniz. Maşallah. Yazıq canım. Maşallah bu qədər enerjiniz var. Amma hansı leyli sizi səhnədə sözün əsl mənasında məcnun eləyib? Esmira xanım, biz elə bir yaş həddindəyik ki, elə bir dövrdə yaşayırıq ki, sözün düzün demək daha məqsədə uyğun sayılsın gərək. Yəni, bilirsiniz, 6 leylinin, 6 şahsənəmin, 6 ərəb zənginin, 6 əslinin nazını çəkə biləcək bir insanam. Hərənin ayrı-ayrı tabloda xarakterləri var. Mənim ilk leylim Rübabə xanım olub. İlk leylim Rübabə xanım olub. Yəni, Rübabə xanımın səsinin tərkibində milli koloritin zənginliyi vardı. Onun Şam səhnəsindəki oxumaları, o daxili istirabını Şamla bölüşürdü Rübabə xanım. O, elə bir sanki Rübabə xanım orada əriyirdi, ilahiləşirdi, ilahiyyətə qovuşurdu. Bax, onun səsinin fövqündə bu işlər vardı. Zeynəb xanımın səsinin tərkibində bir məxsusi çılğınlıq, bir mübariz ruh vardı. Elə bilirdin ki, Zeynəb xanım öz sevgisi, eşki uğrunda açıq-saçıq mübarizə girişib. Amma Zeynəb xanlarova deyirdi ki, mənim məcnunlarım içində ən kişi məcnunu da elə Canəli Əkbərovdur. Bəli, o deyib, indi də deyir. Özdə mənim elə yaş dövrümdür ki, mənim leylim ancaq gələk millət vəkili olar. Siz də zamanla yaxlaşırsınız. Və Səkinə xanımın səsinin yığcamlığında leyli daha da gözəlləşdirir. Qəndab xanımın səsinin tərkibində, səsinin diapazonunda, oynaqlığında leyli daha çevik olurdu. Bu fərq. Yaqut xanım həmçinin 2 dəfə ondan oynamışam. Nə qədər sizin leyliləriniz olub, maşallah. Biləm, yazıq canım, Allah. Sarı sinimizə toxunduq bu səhər. Və bu arada sizin məcnunlarınızdan biri, yəni sizin yetirməniz olan məcnunlardan biri xalq artisti Mənsum İbrahimov xəttədir. Gəlin, onun da bu Dədə Məcnuna deyəcəklərini eşidək. Mənim balamdır. Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun Üstünə xanım. Xoş gördük sizi. Mən sizi salamlayıram. Mən hörmətli ustad sənətkarımızı, hörmətli professor, muğam professorumuz
Cananə müəllim, ürəkdən bu canlı efirdən salamlayıram. Allah ona can sağlam, uzun ömür versin. Cananə müəllim hər zaman kimi bugün də formadadır, səsi də, özü də və bugün də öz böyük həm pedaqoji fəaliyyətini, həm öz səsi ilə, həm ifadəsi ilə bütün xalqımızı sevindirir. Və bayaq siz mövzu qoymuşsunuz yaş və sənətkar məsələsiyə. Yəni mən ona belə fikir bildirmək istəyirəm ki, bəlkə yeganə janrdır ki, musiqinin və Sibirə xanım, muğam sənətkar yaşa dolduqca daha da hörmətli olur. Əgər o sənətkardırsa, öz üzərində həmişə çalışırsa, getcən daha da puxtələşir bir nümunə olur yəni. Ona görə bax, elə bax, bu günləri Cananə müəllim bir nümunədir və bu gün də səsi formadadır. Elə axşam biz, dünən axşam bir məclisdəydik, bizim bir hörmətli bir ziyalı dostumuz Hüseyin müəllim anasının yubileyində bir yerdə Cananə müəllimə çıxış elədi və Cananə müəllim dünən də öz göstərdi ki, yəni səsi doğrudan da bu gün də formadadır, bu gün də yəni gənclərlə yarışmağa hazırdır. Mən ona uzun ömür, can sağlığı, həmişə bax belə səsinin formada, səs həmişə üstündə olsun. Gənclər də nümunə olsun. Siz can sağlığı və bütün xalqımızın Novruz bayramı ürəkdən təbrik edirəm. Cananə məşq olsun sizə. Sağ ol mənim canım, mənim balam. Səndən çəkdiyim zəhməti sənə halal edirəm. Əhsən, ən gözəl də budur, ay Mənsum müəllim, sənətdə halallığı almaq, hər peşədə halallığı almaq vacibdir, özəlliklə də sənətdə. Çünki bu sənət sizin, bizim çörək ağacımızdır və insan bu çörək ağacına gərək ustadına kəm baxmaya. Mənə maraqlıdır bu qədər leylilərin, nəslilərin nazını çəkən Canəl Əkbərovda yenə bir Məcnundan Füzun aşiqlik istedadı var. Dədə Füzuli yazır ki, məndə Məcnundan Füzun aşiqlik istedadı var. Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var. Deyir ki, əhli təmkinəm, məni bənzətmə ey gül bülbülə, dərdə yox səbəyi onun, hər ləhzə min fəryadı var. Budur Füzulinin böyüklüyü. Yəni Füzuli özü öz sağlığında Allahla rabitəçi rolunu oynayıb. Özü özünü nəzmə çəkib. Özü özünü oynayıb. Füzuli əgər bunu eləməsəydi, o heç vaxt deməzdi ki, məndə Məcnundan Füzun aşiqlik istedadı var, aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var. Onu rəmzi məna götürüb. Qeys adlı bir bəndəni məcnunlaşdırıb. İndi Qeys adlı çox nadir bir insanlara rast gəlmək olar Qeys adında. Amma Məcnun bəs olan qədər bizim millətin içində Məcnun adlı kişilərimizin sayı çoxdur. Bəli. Və bu məqamda Məcnun Leyliyə hansı xitab edərdi? Məcnun Leylini görəndə onu günəşə bənzətdi. Günəşə bənzətdi, dürüst ona baxa bilmədi, gözləri qamaşdı. Kim günəşə diqqətlə baxa bilər? Belə olanda aldı görək nə dedi? Günəşə baxanda onun gözləri qamaşdı və az qalmışdı kaşa. Leylinin gözəlliyi, onun görünüşü, onun mələkə qiyafəsində görünüşü Qeysi təlatümə gətirdi və dedi ki, gördüm ol xurşidi hüsnün, ixtiyarım qalmadı. Sayə tək bir yerdə durmağa qərarım qalmadı. Rahi eşq içrə mənə ancaq fəna məqsud idi. Rahi eşq içrə mənə ancaq fəna məqsud idi. Son cümlələrdən soğuşdu. Bəs bunu bir nəfəslə, Sadnə, təranə ilə, musiqi ilə. Bəs necə? Bir də oradan mi ver. Gördüm ol xurşid hüsnü, İxtiyarım qalmadı. Sayətək bir yerdə durmağa qərarım qalmadı. Rahi eşq içində mənə ancaq fənaya məqsud idi. Çürmə
məqsuda yetdim, bir intizarım qalmadı. Təşəkkürlər və nəzərə alsaq ki, səhərlər səs imkanları yerində olmur, bir o qədər də, amma bununla belə əhsən sizə. Əgər düzünü bilmək istəsəniz, hələ biraz az soyuqlanmışam. Mən hiss edirəm bunu və bu arada istərdim interaktivə nəzər salaq. Sənətdə yaş faktoru önəmlidirmi, hörmətli tamaşaçı? Və mənə belə gəlir ki, artıq bütün bunlar bizim üçün faktdır və mən fikirləşirəm ki, sənətdə yaş faktoru önəmli deyil, bir xalda əlavə olunsun. 22 nəfər düşünür ki, bəli, önəmlidir. 49 nəfər düşünür ki, xeyr, önəmli deyil. Yəni, mənə indi belə dedilər. Və mənə dedilər ki, xəttə bir tamaşaçımız var. Gəlin onu dinləyək və siz səsindən tanıyacaqsınız. Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun, Esmira xanım. Xoş gördük sizi. Sizə çox sayılı musiqiçilər adından minnətdarlığımızı bildiririk ki, bax, belə bir gözəl bizim xalqımızın sevimli sənətkarını dəvət etmişsiniz. Sizin bütün səhərin yaradıcı kollektivinə uğurlar arzulayıram və bayramınızı təbrik edirəm. Təşəkkür edirik. O cümlədən bizim gözəl tarzənimiz, kamançı çalanımız Möhlət müəllimə, Fəxrəddin müəllimin bayramlarını təbrik edirik və sizin verilişinizin qəhrəmanı Hacını ürəkdən təbrik edirik. Hacı çox şaxəli sənətkarımızdır. O taylı, bu taylı Azərbaycanımızda ən çox sevilən xanəndələrimizdir. Mənə elə indicə telefon açmışlar İrandan ki, biz zəng edirik, düşə bilmirik. Yəni, şair Savalan Tehrandan çoxlu salamlar yetirir. Ondan sonra Ağay Əsədullahi, Əkbər Ağa çoxlu salamlar söyləyirlər və bu təbriklərə qoşulurlar. Sağ olsunlar. Canali müəllim ona görə qüdrətli sənətkardır ki, hər sənətkara nəsib olmur ki, yəni aktorluq fəaliyyəti də göstərsin, pedaqoji fəaliyyət göstərsin. Yəni, xanəndəlik özü böyük bir yükdür. Bildiyiniz kimi, xanəndə olmaq üçün gərək gözəl səsin olar, zilin, həm zilxan olasan, həm pəsxan olasan, həm gözəl qaval çalasan. Bütün bu keyfiyyətlər Canali müəllimdə var. Canali müəllim, sizə uğurlar arzulayırıq. Sağ ol canım, çox sağ ol. Sən özün də gözəl tədqiqatçısan, sən özün gözəl də sənətkarsan, gözəl ailə başçısan, səni sevənlərin sayı günü-gündən artır. Təşəkkürümü bildirirəm. Təşəkkür edirəm Abbasqulu müəllim, hər halda qoşuldunuz. Bax, bu da sənətkarlar arasında olan münasibətlər simmetriyasında mən həmişə buna qiymət qoyuram. Yəni, gözəl sənətkar olmaq şərtdir, amma bu çevrədə sənət dünyasında həm də gözəl insan olmaq, hörmətli, izzətli bir sənət dostu olmaq, bu da vacib şərtdir. Və qısa reklam arasından sonra yenidən qayıdacaq studiyaya, yenə canlı ifamız olacaq. İnşallah. Yenə bu qaval mənim yaman xoşuma gəlib. Yenə bu qavalın müşayiəti ilə Canali müəllim bizi muğamlarımızın, xalq havalarımızın sirli, sehirli aləminə aparacaq. Mənə belə gəlir ki, bizi izləməklə heç də uduzmazsınız, əzizlərimiz. Bu arada Canali müəllim yavaşcadan mənə pıçıldadı ki, o Mədəniyyət və İncəsənət Universitetində dərs deyir, solo oxuma kafedrasında səhv etmirəm. Qabaq solo oxuyurdu, indi adlanır Muğam Sənəti Kafedrası. Professorsuz. Bəli, bəli. Və ümumiyyətlə tələbələriniz arasında bugün də sayılıb seçilən bizim kifayət qədər tanınmış ifaçılarımız var ki, məsələn, o ifaçılar Respublikanın xalq artistləri də var bu sırada, əməkdar artistləri də var. Bununla belə gəlib yenə öyrənirlər sizdən. Yəni, əslində bu çox gözəl keyfiyyətdir ki, insan yaşa dolduqca belə, insan istənilən pillələri, zirvələri fəth etsə belə, öyrənmək heç vaxt gec deyil. Heç vaxt gec deyil. Və mən rəsmi qaydada olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində hörmətli professor, rektorumuz Timuçin Əfəndiyevin dəvəti ilə getmişəm. O kafedraya ki, mənə tapşırdım, onu sıfırdan indi nümunəvi bir kafedraya çatdırmışam. Yəqin ki,
Mövlət müəllim orada olur, Fəxrəddin müəllim olur orada, hər gün görüşürük. Yəni onlar da şahiddirlər ki, yəni noldan ya sıfırdan mənə etibar olunan bir kafedranı indi nümunəvi bir kafedraya çevirmişəm. Tələbələrimizin tədrisi ilə məşğuluq, muğamlarımızın saflığı uğrunda işimizi gördük, proqramı elə tutmuşuq ki, yeni proqram üzrə işləyirəm və bu keyfiyyət mənə imkan verir deyəm ki, bəs olan qədər tələbələrimiz var. Milli konservatorda işləyirəm, yəni orada Siyavuş müəllimin dəvəti ilə. Sonra Köhnə Asaf Zeynallı adına Musiqi Texnikum, indi kollec adlanır. Orada biz orada böyümüşük, hamımız üçümüz orada böyümüşük. Gəncliyimizin təravəti oradadır. Gör nə qədər yetirmələrimiz var. Biz oranı çox sevirik. Sumqayıt Musiqi Texnikumunda Hacı Rasim, mənim tələbə yoldaşım, hərdən gedib orada baş çəkirəm, bir böyük kimi məsləhətlərimi verirəm. Bax, canım mənim, hal-hazırda üzdə olan hansı sənətkarlar var ki, yenə muğam dərsləri deyirsiniz onlara? Deməli, indi Mələk xanım Əyyubova Azərbaycan televiziyasında nə qədər radionun fonotekasında, filmotekanızda nə qədər muğam oxuyub, hörmətli sənətkarımız Mövlət Müslümovun rəhbərlik etdiyi ansamblın müşayiəti ilə Rahab muğam oxuyub, Mirzəsen Segah muğamını oxuyub, Bayat Şiraz muğamını oxuyub və çəkdirib, bu filmotekada var. Hamısı mənim məhsulumdur və o xanıma mənim böyük hörmət və ehtiramım var. Bizim də təbii ki. O da çox istedadlı, təcrübəli, sadəcə istəyir ki, muğamların kamillik dövrünü yaşasın. Yəni, nə qədər böyük öz zirvəsində olsa belə yenə də öyrənir. Və yeri gəlmişkən gəlin sizin ilə tələbənizin öz müəllimindən razı və ya narazı qalıb-qalmadığını maraqlanaq. Respublikanın xalq artisti Mələk xanım Əyyubovadır xəttə. Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Mən çox şadam bugün bizim Dövlət Televiziyasının səhər proqramında bizim gözəl sənətkarımız, ustad sənətkarımız Canəli müəllimi görürəm. Mən çox həyəcanlıyam, amma bu ilə yanaşı ürək sözlərimi demək istəyirəm. Canəli müəllim, mən sizi burada gördüm, çox şad oldum. Sağ olun. Mən sizə həyatda uzun ömür, can sağlığı arzulayıram. Çünki siz artıq yaşınızın da, sənətinizin də elə bir zirvəsindəsiniz ki, sizə yalnız bundan sonra